Ümumiyyətlə, keyfiyyət baxımından yeni funksiyalar çoxdur, amma bu kameralar, yəni həqiqətən çox uzun ömürlü kameralar. 5 ildir işlədirəm. Çox, telefonda adı baxanda bütün həyət hamısı tərtəmiz görsənir də. Dəyərli izləyicilərim, Daha şirkətindəyəm. Həmişə kimi bura bizim dostlarımızın yeridir. Ondan əlavə çox keyfiyyətli kamera sistemləri satırlar. Pristav deyir ki, mən 5 ildir də öz həyət evində quraşdırıldılar və ideal işləyir. Gecəni gündüz kimi çəkir, hərəkəti filan ideal bir şeydir. Yəni onu mən sizə belə söz izah edə bilmərəm. Yenə gəlmişəm, yeni bir bina evimə də o kameralardan quraşdırırım. Pişik hərəkət eləyəndə çəkir, eləyir. Mallarına söhbət yoxdur. Yəni mənə inanırsınız, bilirəm. Mən də keyfiyyətli belə o padvalda düzələn kameralardan yoxdur. İdeal rəsmi, fabriçli kameralardır. Doha şirkəti zaten yazsaz internetdə çıxacaqdır. Bu da yeni onların filialıdır, rəsmi şirkətdir. İndi malları mən sizə təqdim edeyim. Bir vizual gözdən görəsiniz. Göstərək. Mən bu kameranı seçdim, əziz izləyicilər. Çünki bu evlərdə, super təmir evlərdə dağıtmadan belə kulturla qoyulur, heç bir remonta təsir eləmir də. Toka taxılır sadəcə olaraq. Özelliyi də odur ki, evdə məsələn, pişik hərəkət eləyə, niyankaya baxmaq üçün girirsən, baxsan gör, niyanka necə baxır uşaqlara. Ya uşaqlar evdə dava eləyəndə, qıranda bir-birini, telefonda deyirsən ki, səsli komut ki, abalar, köpək uşağı görür amma istizat belə və yaxud da bütün evdə olan danışıq hamısını iş yerində, telefonda eşidə bilirsən də. Çox funksional bir şeydir. Bundan əlavə çeşid dəhşət çoxdur da burada. Yəni 100-ə yaxın burada çeşid növləri var. İstədiyiniz zövqə, istədiyiniz funksiyaya ala bilərsiniz. Bir də burada nələr var? Bina apartmanlara giriş üçün kameralar var. Gəlmişsən, dəmsən, açmır evdə arvad qapını, basırsan knopkanı, öz əlindən barmaq izinə açılır, girirsən evin içinə. Belə həyət evləri üçün də var, bağ evləri üçün də var. Yəni, belə kodlaşdırılmış sistemlər damısı tam müasir, çox keyfiyyətlidir. Bu kameralar isə daha iri həcmlidir. Zavodların, fabriklərin, küçədə olan kameraları, yəni hərəkəti çəkmək üçün iri həcmli kamera sistemləridir, dəyərli izləyicilər. Burada da yəni çox funksional, yeni nəsil, müasir, ən əsası fabrikli, keyfiyyətli kameralar da 3 gündən sonra xarab oldu, servisə yığdım, gəldi, elə söhbət yoxdur, 5 ildir işlədirəm, arxain ola bilərsinizdə, yəni 100%. Çox başım çıxmır bundan, amma belə deyim ki, sizə bu serverlər, şəbəkələr üçün olan texnologiyadır, bilənlər daha yaxşı bilər, mən yalan deyərəm, bilmirəm. Bundan da var, yəni bu şirkətdə lazım olsa ala bilərsiniz. Burada da əsas bir şey sizə görsədim, biləm ki, çoxlarımıza maraqlıdır. Tutaq ki, 20 sotda bağ eviniz var Mərdəkanda, Bilgətdə, Şüvalanda. Həmən o bağ evləri üçün, həyətdə internetin tam olması üçün 2 dənə həyətə qoyursunuz bunu, bütün dalğanı yayır və ən əsası bu qara, suya, yağışa, küləyə davamlıdır. Yəni bu reklam deyil, fakt qoyursan bu yağış altında xarab olmur. Yəni bunu elə düzəldiblər, dəyərli izləyicilər. Onu istədim də buna yuvazat, ev tikmək lazım deyil də məsələn. Qoydun orada yağış altında, at yağış altında qalsın. Bütün qonaqlarını da ondan istifadə eləsin. Sonda Instagram səhifələrini qeyd edirəm, yəqin artıq gördünüz. Səhifələrinə müraciət edin, telefon nömrələri də orada var. Lap mənim adımdan zəng edin deyin, daha da endirim, sizə yaxşı qulluq eləyəcəklər. Amma deyin ki, Turaldan zəng eləmişik də sizə, dəyərli izləyicilər. Belə keyfiyyət axtarırsınızsa, bu dükan, bura sizin üçündür. Sağ olun, var olun.